Özü təqdim edin. Mən Əhməd Hümmətov Məmmədoğlu, Şamaxı şəhər bir saylı ixtisaslaşdırılmış ruhi əsəb internet evinin sakini olmuşum. Şikayətiniz nədən ibarətdir? Şikayətim mənim internet evinin müdiriyyətinin törətdiyi sözün əsl mənasında cinayətlərindən. Hansı cinayətlərdən söhbət gedir? Bu haqda mənim görüntülərim var, mən çəkilişlər eləmişəm öz telefonumdan. Mən onların hamısını sizə təqdim edəcəm. Mən və mənim kimi milyonlarla insanlar prezidentimizin korrupsiya və rüşvətxorluğa qarşı çıxışlarını eşidib, ruhlanıb, fərəhlənib. Mən də bir vətəndaş kimi dedim ki, prezidentimizə bu konstitusiyamızın karantina biz kömək edeyim. Çəkintilər elədim, şikayət elədim prezident aparatına, Milli Məclisə. Əfsuslar olsun ki, bu kampaniya yalnız sözlərdir. Siz nədən şikayətlənirsiniz? Yəni, nə idi sizi narahat edən ki, prezidentə mən yazmışdım ki, prezident aparatına ki, mənim bu dırnaq arası bu erməni faşistlərinin bu cəmaata, bu xəstələrə, zəlillərə, qozalara verdiyi zülmlər haqqında inkar edilməz faktlar var. Devlətin külli miqdarda vəsaitinin vəhşicəsinə yerilməsi haqqında inkar edilməz faktlarım var, mənim görüntülərim var. Bunun qarşısında prezident aparatı göndərir mənim şikayətimi bizim əhalinin sosial müdafiəsi nazirliyinə. Deyək, qoyunu qurda tapşırırlar, bu atalar məsələ var, hər bir məsələ. Çingiz Mehrəliyev indi onun müdürü olur yaxşı, heç bir adam gəlib yoxlayırlar, gəlib kağıtxanada olsa, yiyir pulunu alıb gedirlər. Ancaq məni bir adam nə danışdırır, nə dindirir, maraqlandırır. Siz deyirsiniz ki, faktlar var, yəni konkret cinayət faktlar var. Yəni, sadalaya bilərsinizmi ki, nələr də olar? Qul bazarı yaradıbdır orada, xəstələri ona buna qıraq adamları gəlir, aparır, işlədirlər, eşək kimi işlədirlər. Öləni var onların içərisində, Orxan adında uşaq önündən təzə gəlmişdir, 18 yaşında çalan uşaq. Aparır, işlədirlər, işlədən adam möhkəm döyür. Ondan sonra, xəstəxananın, Şamaxı şəhər xəstəxanasının o qeydiyyatında var ki, o döyülür. Sonra Çingiz onu örtbasdır elədi, onun əl-ayağını kəsdi, qutardılar. Yemək verilmir. Şamaxı cəmaatı çox gözəl cəmaatdır. Nəzir Niyaz həftədə 2 dəfə, 3 dəfə gətirir. Qurana and olsun gətirirlər, nəziri də vermirlər o xəstələrə. Yazıqlar, bir dənə statistika nəzər salsanız, Çingiz Mehrəliyev orada işləyən neçə adam ölür. Bir baxan yoxdur, yoxlayan yoxdur. Nədən olur onlar? Aclıqdan, soyuqluqdan, baxımsızlıqdan. Bir dənə onların paltarlarına baxın, məndə çəkilişlər var. Bir dənə hökumət verilən paltar yoxdur. Heç kəsə verilmir. Gəlmə o yerli cəmaat gətirir, öyle paltarımın, həm Nəzir Niyaz, cəmaat onunla dolanır. Ona da sahib çıxırlar. Çox biabırçılar, məndə görüntülər var, o yeməkxanada, hansı qazanlarda nələr pişirilir. O iş, yəni, nə bilim, o faşist konsulagirində elə qazanda şey pişirmək, bu mümkün olan şey deyil. Sizin bu şikayətlərinizin heç birinə cavab verilməyib? Yox, mənim şikayətimlə bilən ona cavab gəlirdi ki, göndərmişik nazirliyə araşdırsınlar. Mən də bildirişi göndərdim, dedim, siz nazirliyə göndərirsiniz. Siz göndərindən sonra 25 fevral 2013-cü ildə mənim həyatıma təcavüz olmuşdur. Bu şikayətlərə görə? Bəli, mənim 240 təzyiqim ola-ola İndomun mesestrası Firqiyə xanım ölçüb, deyəsən də işləyən yoxdur. Yaxşı ki, olan həkimi Təranə xanım var, o da yarım stavka işləyir, parkinkada işləyir bizdən. Getmişəm o yana, deyir, Ayazı, sən nətər yaxşı durursan? Allah köməyi olsun. Gəl o Təranə xanımın sayəsində orada ölülərin sayı azdır. Təranə xanımın sayəsində. Gözləntiniz nədir? Gözləntiniz nədir? Şikayət eləmişsiniz, baxılmır. Baxmırlar. Çünki onlar bir dənə şey, əvvəl dedilər ki, mənim adaptasiya müddətim bitifdir. Mən deyirəm, adaptasiya müddətim bitib, başa düşdüm. Mən 2-ci qrup ərirəm. Məndə oynaq tipli psixopatiya, mənim diaqnozum, epilepsiyam var. Yəni, mən əsl oran xəstəsiyəm. Mən orada heç şey çıxarda bilməzdim. İndi yazırlar ki, mən orada qayda qanunu pozmuşam, xəstələr məndən şikayət edir. Mən oranın prokurorumla, Mirqasım müəllimlə görüşmüşəm. Deyirəm, Mirqasım müəllim, Çingiz desə ki, oranın müdürü, bəs yazın ki, Əhməd
Kennedy-li Əhməd Gülləli onun hamısı qol çəkilsin. Yəni siz şikayət elədiyinizə görə oradakı vəziyyətlə bağlı Bəli. sizi oradan qovlayırlar. Özü paradoks buradadır ki, mən 2 ildir oradayam, indiyənə ki, mənim şikayətim olmuyubdur. Nə oldu? Mayanın biri ailəsi gəlib çəkiliş eləyən ki, məni çıxartdılar. Ailəsi gəldi, məni allatdı. Mən Emin Şahin müəllimlə görüşmüşəm, Azadə xanımla görüşmüşəm. Bizim regional müxbirimiz var, Rəşad Məmmədov gəlib evimdə çəkiliş eləyib, söz eləyib. Görüntülərin 6-sını da ona vermişəm. Və 13 dənədir görüntü məndə. Hamısı tam heç kəsdə yoxdur. Normal insan, qanı təmiz olan adam bu görüntülərə baxsa, bu vallahi sap özümüzdən olan ermənilər, bu bizim xalqımızın düşmənləridir.